Hello students, hər vaxtınız xeyir olsun. Bugün sizə söz verdiyim kimi dim toplusundan zamanlar mövzusunda bir neçə sualın izahına baxacağıq və bu sualları tez və asan yolla, hətta sualı oxumadan belə variantları silməklə tapmağın yollarını göstərəcəm sizə. Ümid edirəm sizə də faydalı olacaq. Okey uşaqlar, birinci onu nəzərə almalıyıq ki, biz əgər zamanları öyrəniriksə, zamanlarla yanaşı zaman zərflərini, yəni onları göstərən zaman zərflərini, həmçinin də keçmiş zamanın regular, irregular verblərini əzbər bilməliyik. Yəni biz zamanların zaman göstəricilərini bilməsək, həmçinin də keçmiş zamanı göstərən, həmçinin də bitmiş zamanı göstərən feilin ikinci və üçüncü formalarını bilməsək, zamanları tapmaq, həmçinin də variantlarda səhv etmək bizə çox asan olur. Belə uşaqlar, baxırıq, məsəl üçün 58 və 59-cu testlərə diqqət edin. Gördüyünüz kimi 58-ci testdə now, 59-cu testdə isə ago zaman zərfi olaraq sizə artıq deyir ki, o hansı zamandadır və cavablardan da avtomatik variantları seçib burada heç çox vaxt itirmirsiniz. Now, indiki davam edici zaman, ago keçmiş sadə zaman. Bitdi, bu qədər sadə. 78-79-cu suallara baxın. Uşaqlar, siz bundan əvvəlki videolarda mən zamanların izahını vermişəm, dərs izahını. Oradan da baxa bilərsiniz. Bəzi zaman zərfləri var ki, daha doğrusu zaman bağlayıcıları var ki, bu bağlayıcılardan sonra konkret olaraq nələr gəlməz deyə orada izah vermişəm. Məsələn, after və ifdən sonra gələcək, bitmiş, zaman gəlməz. Variantlardan silirsiniz onu. Amma özü olan hissədə, buna da diqqət edin. After özü olan hissəyə qədər deyəndə, bax buranı nəzərdə tuturuq. Yəni vergülə qədər olan hissəni, bu bağlayıcılar, özü olan tərəf nəzər deyəndə biz onların vergülə qədər olan hissəsini nəzərdə tuturuq. Bu hissəyə qədər onlardan sonra gələcək zamanları silirəm. Həmçinin də bitmiş zamanı silirəm. Ifdən sonra ola bilər bəzən bitmiş zaman gəlsin, ona görə bunu saxlayıram. Amma biz bilməliyik ki, bitmiş zamanda silinir. After everybody, baxıram sonra heç cümləni oxumuram uşaqlar. Baxıram. Came keçmiş, began keçmiş. Comes indiki, began keçmiş. Ona görə Y variantını da silirəm. Cavab C variantı qalır. Mrs indiki, have indiki. Mrs indiki, will not arrive indiki. Amma bu zaman görürəm ki, əgər mənə variant kömək eləmirsə, o zaman cümləni tərcümə edirəm. Hurry up, tələs. If Jack misses that train, he will not arrive in time. Baxın, əgər mən have yazsaydım, cümlə birinci hərəkət artıq olub bitmiş hesab olunardı. Amma cümlə mənə deyir ki, tələs, əgər Jack qatarı qaçırsa, o vaxtında çata bilməyəcək. Ona görə, yəni tərcümə ilə, məntiqlə cavab C variantı olacaq. Okey, sonra 97 və 98-ci bir dəqiqə qələmimi götürüm. 97 və 98-ci suallara da baxaq. 97-ci sualda cümlənin ortasında while bağlayıcısını görürəm. Bildiyiniz kimi while bağlayıcısı keçmiş davam edici zamanın zaman göstəricisidir. Özündən də qabaq və sonra da hətta past simple da gələ bilər. Amma əsasən while olan cümlələr keçmiş davam edici zamanın zaman göstəricisidir. Və biz də bilirik ki, while'dan sonra bitmiş zaman və gələcək zaman gəlməz. I'm sorry, burada bu hissədə yox. Çünki mən bayaq da dedim, birinci hissəyə biz cavab deyilik, ikinci hissə. Yəni while'dan sonraki hissəyə cavab deyil. O zaman mən bu hissələri silməliyəm. Baxın, bu hissələr. Burada da bitmiş zaman sadəcə buradadır. Ona görə sadəcə A variantı gedir. Sonra isə baxırıq uşaqlar, əgər sonra qalırsa çıxılmaz vəziyyətdə bu hissələrdə gördüyümüz kimi yoxdursa, bitmiş və yaxud da gələcək zaman, o zaman nə edirik? Hansı üsulu seçirik? Baxırsınız, indiki, keçmiş, silirəm. İndiki, keçmiş, silirəm. Keçmiş, indiki, silirəm. Keçmiş, götür. Okey uşaqlar, 170-178-ci suallara baxaq. Since ilə bağlanan, since bağlayıcısı ilə bağlanan mürəkkəb cümlələrdə testləri necə eləyək? Siz bilməlisiniz ki, cümlənin ortasında since bağlayıcısı gəlirsə, bu bitmiş zamanın zaman göstəricisidir və bəri mənasını ifadə edir və nə olursa olsun özündən sonra sadəcə past simple götürür. Past simple alır. Yəni joined və moved. 189 və 190-cı suallara baxırıq. 189 və 190-cı suallarda, baxın 189-cu suallarda deyirsiniz ki, ay müəllimə, burada zamanın göstərən heç bir zaman bağlayıcısı, heç nə yoxdur. Bəs biz bunları necə tapaq? Uşaqlar, siz o zaman baxırsınız variantlara. Mən variantlarda nə deyirlər? Variantlar hamısı eyni zamanı ifadə eləməlidir. Baxın, left keçmiş, take indiki, went keçmiş, silirik. Leave indiki, took keçmiş, went keçmiş, silirik. Leave indiki, take indiki, had keçmiş, silirik. Will indiki, take indiki, have indiki saxlayırıq və left, took, went hamısı indiki zamanlarda. İndi baxırıq cümləyə. Keçmiş sadə zamanın, yəni past simple'ın qaydası necə idi? Nəql olunan hərəkətləri bildirir. Nəql olunan hərəkətlər nədir? Baxın, cümləni oxuyuruq, baxın. The travelers left the hotel, took a taxi and went to the airport. Hadisələri bir-birinin ardınca nəql edir. Bu keçmiş sadə zamanın qaydasındır və qaydaya görə bunu götürürük. 190-a baxırıq. Cümlənin başlanğıcı if ilə başlayır. Və if olan cümlənin özü olan tərəfdə, yəni bura qədər olan tərəfdə gələcək zaman götürülmür, həmçində bitmiş zamanlar götürülməməlidir. Baxıram, if you don't speak clearly,
if you don't speak clearly and slowly. Baxırsınız, don't və keçmiş, misunderstood keçmiş zaman, didn't və misunderstand indiki zaman elə qalacaq A bəndi. Don't speak slowly. Your students will misunderstand you. Cavab A bəndi. Tam doğru. Biraz da bitmiş zamanlara baxaq. Already bitmiş zamanın zaman göstəriciləridir. Yəni siz bilməlisiniz ki, bu already, yet, since, for bunlar bitmiş zamanın ya həm keçmiş bitmişdə, həm də indiki bitmiş zamanda işlənə bilərlər. Amma məsəl üçün bax burada by görürəm. Bu yalnız keçmiş bitmişin zaman göstəriciləridir. Amma thislər isə indiki bitmiş zaman göstəricisidir. Baxıram, already artıq bitmiş zamandırsa bu variantlar silirik. Həmçinin də baxıram cümlənin can lend indiki zamandır. O zaman keçmişi də silirəm. Y variantını götürürəm. I have already read the book. I can lend it to you now. 15-ci suala baxıram. Cümlədə by the time I return keçmişlik var. Demək cümlə mənim keçmiş bitmiş zamandadır. A variantını götürürəm. Yet var cümlədə. Uşaqlar, yet olan hissədə bilməlisiniz ki, inkarlıq olmalıdır. Amma nəyə də diqqət edirsiniz? Əgər nöqtələrdən sonra bir inkarlıq bildirən söz yoxdursa, siz onda variantlardan inkar variantları saxlayırsınız ancaq. Digər variantları silirsiniz. Siz deyə bilərsiniz don't inkardır, amma onun bitmişlə heç bir əlaqəsi olmadığına görə silirəm. Yet bitmiş zamanın zaman göstəricisidir, ona görə Y variantı silirəm. Okay, ola bilər məsələn nöqtələrdən sonra no olsun, hardly olsun, scarcely olsun və yaxud da not olsun. Bunlara onsuz da inkarlıq verir cümləyə. O zaman biz variantda təsdiq götürə bilərik. Amma olmadığına görə biz keçmiş bitmişin inkar variantını seçəcəyik. Baxıram, wait a little. Keçmiş bitmiş yox, bu zaman indiki götürəcəyim. Çünki baxın cümləm indikidədir. You haven't received an invitation letter yet. Cavab B variantıdır. 66-cı suala baxırıq. 66-cı sual uşaqların ən çox səhv elədiyi suallardan biridir. Ona görə burada baxırıq. Demək, nöqtələrdən sonra for a week görürəm. Bitmiş zamanın zaman göstəricisidir. Bitmiş. Ona görə D variantını silirəm ki, mənə bitmiş zaman lazımdır. Sonra digər hissədə mən heç bir zaman göstəricisi görmürəm. Ona görə mən variantlardan keçmiş, indiki hissələri siləcəm. Məsələn, has indiki, had keçmiş siləcəm. Has indiki, hasn't indiki saxlayıram. Had, has bu variantı da silirəm. A və C variantları arasında qalıram. Variantlarda niyə? Bu had sizi niyə çaşdırır? Baxın. Have, has, past simple variantı had, past perfect variantı isə haddir. Yəni üçüncü forması da haddir, ikinci forması da haddir. Buradakı had, bax o haddir. Yəni elə bilməyin bitmiş zamanı zaman göstəricisi. Yox, hasdir burada bitmişin köməkçi nitq hissəsi. Had isə var deməkdir. Buradakı be də, yəni be, was, were və been. Üçüncü forması been. Yəni bu been də o üçüncü formanın göstəriciləridir. Biz bilirik ki, bitmiş zaman necə düzəlir? Bundan buranı bir dəqiqə silim. Bitmiş zaman necə düzəlir uşaqlar? Onun düsturu nədir? Düsturu have, has və yaxud da had, keçmiş zaman üstə gəl participle to. Düzdür? Bax bunlar bu been-lə had. O participle to-dur. Yəni bu çaşmayın, deməyin ki, müəllim, has, had nə olan şeydir? Has keçmiş, has bitmiş zamanın zaman göstəricisidir. Bax bitmiş zamanın köməkçisidir. Had isə onun üçüncü formasıdır. Yəni bax bu participle 2-dir. Yəni o sizi çaşdırmasın. Burada cavab A-dır. Niyə cavab A-dır? Niyə hasn't deyil? Məntiqə görə. Yəni cümləni tərcümə eləsəydik ki, sekretərə, yəni katibə vaxtı çox olmadığından o vərəqləri, çünki 2 həftədir deyir, işə gəlmədiyinə görə vərəqlərin çox hissəsinə baxa bilməmişdi. Bu isə ona görə yəni tərcümə ilə səhv olduğuna görə A variantını seçin. Bu qədər əziz uşaqlar. Əgər sizə faydalı oldumsa, mənim kanalımı izləməyə davam edin. Tense formla, zamanlarla bağlı çətinlik qaldığınız, çətinlik yaranan hər hansı bir sualınız varsa, şərh bölməsində yazın və mən sizə cavab verməyə çalışacağam. Həmçinin də təsvir hissəsində əlaqə nömrələri də var. Böyük məmnuniyyətlə sizin suallarınıza cavab verə bilərəm. Çox sağ olun. Hələlik.